Salam əziz və hörmətli dostlar. Əlbəttə elə bir ki hələ başlamayıbdı, amma indi başladı. Salam aleyküm əziz və hörmətli dostlar. Xoş gördük. Umarım hər yerdəsiz, hər vəziyyətdəsiz, yaxşı olasınız. Bu günləri bəzi dostlarımız, böyüklərimiz, ağsaqqallarımız çağırmışdılar ki, millətimiz çıxsın etiraza, həm ərəblərdən etiraza himayət eləsinlər, ərəblərin etirazından, həm də ki öz istəklərimizi çəkək ayağa. Dostların bəzisi özünə bu icazəni verir ki, insanlara desin ki, sən niyə filan kəsi dəstəklədin ya dəstəkləmədin. Dostlar, bir nəfərə etiraz eləməmədən öncə əvvəl siz gərək görək onun bir fikrini düşünəsiz, bir yazılarına baxasınız, görəsiniz ki, məsələn deyirəm, keçən 5 gündə, 10 gündə bu adam nə yazılar qoyub. Elə məsələn bu Instagramda. Sonra o adama etiraz eləyəsiniz ki, sən məsələn filan şeyi ya filan mövzu haqqında yazmısan ya yox. Təbii ki, mən şəxs olaraq şəxsi adamları heç vaxt himayət eləmərəm. Mən cərəyan himayət eləirəm. Düşüncə himayət eləirəm. Mən ərəblərin o saxtıman, metropoliten saxtıman yıxılandan bu günə qədər hər gün ən azı 10 dana post yaymışam, altında yazmışam ki, inqilab vaxtıdır. Ərəblərə və o birisi millətlərə himayət eləmək adı ilə, ya da ki, özümüzün haqqımızı durub danışmaq adı ilə bu bizim vəzifəmizdir, duraq inqilab eləyək və dövlətimizi quraq. Haber eləmişəm ki, necə ki, məsələn, farsların nəfinə tamam olar. Biz də bir millətuq, iradəmiz var, istəyimiz var və biz də çıxıb eləyə bilirik ki, hətta mən dünən ərəblərə də xitab yenə yazdım. Yenə də ərəblərin heç bir hizbin ya cəmiyyətin dəstəkləmədim. Bəlkə yazdım ki, əvəzin ki, xiyabanda oturasınız, o fırlanırlar dairə kimi, moc kimi, dalğa kimi orada. Əvəzin ki, şəhrin ortasında fırlanasınız, gedin radyo, televizyonu alın əlinizə, elan edin bura Ərəbistan Cumhuriyyəti və milli hökumətinizi qurun. Sonra qoyun gəlsinlər, əgər öldürə bilirlər, sizi öldürsünlər, dünyadan yardım istəyin, özünüzlə silahlanın. Yəni, bu, gedib siz şəhərdə yalandan orada nəyə özünüzü neçə gündə əllaf eləmişsiniz, orada ölü verirsiniz, şəhid verirsiniz, amma nəticə yoxdur. Güney Azərbaycanda da bu cürdür, Qəşqaistanda da bu cürdür, Türkmən Səhrada da bu cürdür. Yəni, tamam o elləri, mən Bəlusları, Kiyləşləri, Mazəndəraniləri, Lorları, Kürdləri belə bunu çağırıram. Yəni, hangi millət bugün dursa ayağa, öncüllük eləsə, milli hökumət elam eləsə, o birisi millətlər də duracaqlar. Biz bunları bir-birinə bağlamayaq ki, filan yerə ta durmayıb, mən də durmayacaq. Mütəəssifənə bizim içimizdə insanlar vardır ki, şəxsi düşünürlər, milli düşünmürlər. Və onların nəzərinə biz eləyə bilmərik ki, dövlət quraq. Ya vaxtı deyil. Mən belə düşünmürəm. Mənim düşüncəm budur ki, əgər radio, televizyon ələ keçirilirsə, hətta dünən bir dana video paylaşdım, dünəncə yazdım. Onu paylaşmaqdan amacım buydu. Tehranın şəhridarisinin, bələdiyyəsinin kamera mərkəzini alıblar əllərinə. Nəinki alıblar, deyək ki, hək eləyiblər. Mən aylardır bu sözü, keçən kitab ki oxurduq, ondan ta bu günə, çünki bu günə 26-cı dərsi bu kitabdan oxuyacaq. Dəfələrcə demişəm ki, hər şəhərdə ən mühüm yerlərdən ki, almalıdır millət, biri də monitoring sistemi. Şəhridarilərin ya sipah-pasdaranın ya ittilatın bir dənə mərkəzi var hər şəhərdə. O şəhərdə tamam o şəhərin içində olan kameralar bağlıdır ora. Və onlar oradan sizi görürlər və nəqşə çəkirlər ki, neyin ya, xardan gedə, xardanların qabağına alaq. Ora alınmalıdır, radyo, televizyon alınmalı. Təbii ki, bu mənim nəzərimdir və burada da hər gün də bunu təkrar edirəm. Lazım deyil, mən gələm Həssəni, Hüseyni, Kasımı, Qasımı himayət eləyəm ta bu yola gedəm. Mən fikri, düşüncəni himayət edirəm. Mən milli hakimiyyət qurmağı himayət edirəm. Mən ayağa qalxmağı, hizbiləşməyi himayət edirəm. Birləşməyi himayət edirəm. İnqilabı himayət edirəm. Və qınıram hər kəs buna qoşulmasa.
Təbii ki, adamlar bunları oxumurlar. Sadəcə məsələn filan adama əlaqələri var. İstəyirlər görürlər sən də onun sözün yaymısan ya yox. Yox, mən şəxsən belə bir adam deyiləm. Gələm bir dəfə ömrümdə bir fərdidən himayət eləmişəm. 2008-də ya 2007-də bir nəfərdən himayət eləmişəm. Himayət eləməmişəm. Demişəm, deyirlər filan kəs pulludur. Ona demişəm ki, bancaç, millətsiz də gətirin pullarınızı verin, bu banca. Sonra da görmüşüm, hər şey yalandır. Və o pəşimanlıq məndə var. Bunun üçün mən adamlardan, fərd adamlardan himayət eləmirəm. Mən cərəyandan, düşüncədən himayət edirəm. Düşüncə nədir? Düşüncə budur ki, biz bir balaca fürsətdə belə 10 nəfər Təbriz radio televizyonun əlinə ala bilər. 10 nəfər. Çünki orada sərbaz yoxdur ki, orada 2 dənə nigəhban var. 10 nəfər çox rahatlıqca ora girə bilərlər və orada radio televizyonu ala bilərlər əllərinə, deyə bilərlər ki, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti, millət biz dövlətimizi elam elədik, çıxın xiyabanlara dövlətinizdən müvazibət eləyin. Əmniyyət millətin öhdəsinədir. Dövlətin məmurları, adamları, pastarlar, bəsicilər, polislər evlərindən eşiyə çıxmasınlar. Dövlət qarimətləri evlərindən eşiyə çıxmasınlar. Çıxarsalar, onların əmniyyəti bizim boynumuza deyil. Təbii ki, bu şəkildə olmalıdır. Yoxsa ayrı şəkildə mən qəbul etmirəm. Hər halda, yenə qeydaq kitabımıza və kitabımızdan bir səhifə oxuyaq. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirənin portresidir. Bu kitab Fransa dilindən tərcümə olubdur, çevrilibdir Türkçəyə. Türkiyədə bu 50 il bundan qabaq, hətta bu günləri bunun çalışdım ki, bəlkə bunun çap tarixini görəm. Görüm hangi tarixdə bu çap olubdur. Təəssüfənə tapa bilmədim. Yəni, bu bir iraddır. Bu kitaba, bəlkə də mən print eləyəndə onu print eləməmişəm o səhifəni. Amma inanmıram ki, çünki mən son səhifədəki olmayıbdır. Ona görə hər halda bunu mən bu hər halda o zaman yazılıb bu kitab ki, Tunes milləti və Tunes ölkəsi Fransələrin istimarı ya sümürgəsi altında idi. Onda o zamanki sümürgə altındadır. Bu kitabın yazarı, yəni Albert Memmi gedir Fransada bir adlım danışgahda dərs oxur, oradan döşrə alır, gəlir və öz məmləkətdə bu kitabı yazır. Və bu kitab dünyada çox böyük cərəyanlara səbəb olur. Mən icazənizlə bunun yenə gedim bu online versioninə baxım, görüm orada tarixi dəqiqən bu kitab ha vaxt çap olub, onu əcəba yazıbmı, yazmayıbmı? Birinci səhifədəki yoxdur, ikinci səhifədən də gedir. Deyir ki, Albert Memmi'nin tarixi 2002-də bu kitab elə bir Türkçəyə çevrilibdir. Amma bu nə zaman yazılılıbdır? Mütəəssifənə bəlli deyil. Görək ki, bunun nə zaman bu kitabı yaza bilməyinə bir tarix kitabda qoymayıb. Hər halda müqəddəməsində bəlkə bunu yazmış olar ki, bu kitabı hangi il yazıbdır. 1953 Tunisin bağımsızlığından sonra Fransaya geri dönər. 1353-də zətdə bunu yazıb, bəllidir. Çünki onda geri dönür və bu kitabı verir, müqəddəmə yazılır. Bu, üzrsə, digər əsərləri arasında, onları da ötürək, şuraq bu əsəri deyir ki, ən tanınan əsəri olan Portrait du Colonist əsasında yazıbdır. Deyir ki, bunu 1957-də yayımlamaq, 1957-də yazılıb. Dostlar, 64 il olar.
Məncə belə gəlir ki, 64 il olar. 64 il olar ki, bu kitab yazılıbdır. Və bu müddətdə də 100 məmləkətdən çox istiqlal tapıbdır. Tamam. Kitabın 54-cü səhifəsindəyik və buradan başlayaq görək bu kitab bizə nələr deyir bu günləri. İlk nöqtəyə zorluqlarla və ciddi çəlişkilərlə vardı. Dünənəcən dedi ki, bu adam sümürgəçilikdən fikri olaraq qurtarır, Avropalılardan, sümürgəçilərdən əl çəkir, yoldaşları ilə qət rabitə edir, gəlir bu sümürgə millətinə qoşulur, bunların yar yoldaşı olur, bunlar sevdikləri də sevir. İndi deyir ki, ilk nöqtəyə nöqtə yerdir. Fikir edirəm ki, farsca bir şeydir, bəlkə də türkçədir, bilmirəm, nöqtə hardan, hangi dildəndir, onu bilmirəm. Nöqtəyə zorluqlarla çox çətinliklər çəkirdi adam təbii ki, bunları. Məsələn, mən indi neçə ildir, deyək 30 ildən çoxdur çalışıram ki, Azərbaycana tərəf gedəm. Hey, bu beyni yıxamaqdan qurtarmamışam hala. Addım gedirik, amma çox zordur. Və ciddi çəlişkilərlə, çəlişki də deyək, çalışmaqdandır, zəhmətlərlə vardı, yetişdi. Çünki bunca çabaladığı şeyləri, bu qədər ki, bir çabalayıb o şeylər üçün, fikirlər üçün, düşüncələr üçün, yolunu dəyişdirmək üçün, yəni təməl siyasal dəyərlərini tərk etməsi gərəkiyordu. Deyir ki, yəni nə mənə? Yəni bu ki, siyasi düşüncələrinin, payaların, təməlin tərk etməyi lazım idi. Yəni, təməl siyasi dəyərlərini, dəyər ərzişli, qiymətli şeylər tərk etməsi gərəkirdi. Gərəkirdi ki, tərk etsin onları. Tamam. İhtimal dahilində gördüyünüz qismən ütopik şeylərdən də vaz geçməlidir. Deyir ki, ehtimal dahilində, yəni ehtimal üçün zehnini bilmirik. Deyir ki, ehtimal budur ki, biz insanları zehnində belə düşünək ki, ehtimal daxilində, yəni ehtimalın içində gördüyünüz, siz də gördünüz, yəni o adam bu məsiri geçməlidir, bu yolu gəlməlidir. Deyir, əgər bu yolu gəlibsə, qismən az da olsa, qismən olur az, bir parça. Bir parça da olsa, ütopiya şeylərdən, ütopiya dedik Arman şəhər. Komünist ki, Arman şəhər idi, sosialist ki, Arman şəhərə ehtiyacı var idi. Gələcəkdə bu tarixi biz düzəldəcəyik. Bunlardan dedi ki, ütopik şeylərdən, yəni utopiyayı, fikir, düşüncəl şeylərdən də vaz geçməli idi. Onlardan da vaz geçməli idi. Dedik ki, sosialistlər, komünistlər də onlardan vaz geçirlər, yavaş-yavaş bu millətə tərəf gəlirlər. Hətta dini belə qəbullanırlar və əgər millət o dini sevirlərsə, bu da onu sevməyə məcburdur. Bunun üçün deyir, o utopiya oradan gəldi. Aydın ya da ilerici burjuvazi kəndisi ilə sümürgələşdirilən arasındakı əngəllərin önəmini yitirməsini arzulaya bilir. Deyir ki, aydın bir adam. Aydın dedik ki, elə aydın, ziyalı, düşünən adam. Düşünən adam. Gerici adam yox. Gerici adamın aydının fərqi var ki, məsələn, birinin duaya, fala, imama, molliyə etiqadı var. Bu gericidir. Ya deyir ki, biz Həzrəti Məhəmməd nə cür yaşırdı, o cür yaşırdı. Bu gericidir. Məsələn, deyir ki, dişə diş, buruna burun, gözə göz. Qısas. Arvad kişinin yarısıdır. Bunlar gerici adamdırlar. Biz bunlara Fars ədəbiyyatında, İran ədəbiyyatında irtica edirik. Gericilər. Farslar kulliyyətən gericidirlər. Yəni farsların içində bir nəfər gələcək, hamısı məsələn İran-ı Bastan, Həxamənəş, Daryuş, bunlardan danışırlar. Kuruş, bunlardan danışırlar. Yəni Arman şəhərləri geçicaqdadır, idealları geçicaqdadır. Bunun üçün bu millətin ideolojisi gələcəyi görmür. Gələcəyə kördur.
Keçəcəyi görür və keçəcəyi də var olduğu kimi görmür. İstədiyi kimi keçəcəyi görür. Yəni adam dünənləri baxırdım, bir kitab yazıblar. Əxlaq در دوره هخامنشی. Deyək ki, məsələn bir dənə kətibə var. Deyək, bir dənə divarda, bir daşda bir yazı var. O yazıda bir filan kəsi öldürdü. Aşağısından ağacı soxdu, ağzından çıxartdı. Qulaqlarını kəsdi, burunlarını kəsdi. Bunlardan biraz əxlaqı çıxartmaq olar ki, əxlaq burada cinayətdən ibarətdir. İnsanlar narahat olmurlar. Öldürməkdən, şikəncə eləməkdən. Eyni İranın bu günü də. Bu günləri də şəhərdə görürsünüz, adamın daşa basırlar, dara asırlar, edam elirlər, öldürürlər. Polis vurur. Mən cəlibdir, neçə gündə videolar görürəm, polis xanımları vurur. 2 dənə adam orada, hətta o xanım da pənir kimi durub orada tərpəşmir. Olan vur, 2 dənə də sən vur. Bir dənə qruhbandır, ustuvardır, nədir? Təpi ilə vurur adamın ağzından. Adam başlayır ağlamağa. Olan bu qədər adam təslim olar zülmə. Biz dəqiqən elə İranda yaşayan millətlər, türklər də onların içində, dəqiqən Həxaməniş tablounda, o yalancı tablo ki yazılıb ha, o ustuvanə tablo, nə bilim o bir sütundu, yarım sütundu nədir, orada yazılıbdır. Dəqiqən onu yaşırıq əlam biz. Dedim, bunun üçün irticaidirlər. Çünki əslən gələcək görməz İranlılar. Əslən İranlılar gələcəkdə göylərə getmək vardır, teknoloji hara gedir, insanlar nə, bunlara fikirləşmirlər. Hamısı Dariuş belə idi, Kuruş belə idi, İran belə idi, bunlarda qalıblar. Bu irticaidir. Necə ki, dincilər də irticaidir. Yəni mollalar bir dənə kitab oxumazlar, gələcəkdə nə olacaqdır. İnsan gələcəkdə nə olsa nə olar. Nə mənə kitab oxurlar, indi məsələn adam gedir mədrəsəyə oxuyur ki, 800 il bundan qabaq, 700 il, 600 il, 500 il, 400 il, 300 il bundan qabaq filan kəs demişdi ki, qusl eləyəndə belə eləyəcəksən. Tualetə gedəndə belə gedəcəksən, filan duanı oxuyacaqsan. Bu irticailıqdır. Dalıya getməkdir. Molla əgər gələ deyə ki, sabahları biz dünyanı aldıq əlimizə, neynəyəcəyik? Dünya siyasətini neynəməliyik? Nə cür iqtisadda gücümüzü çoxalda bilərik gələcəkdə da? Nə cür, məsələn, insan haqlarını tanıya bilərik? Bu, onlar gələcək. Amma bu, nərdə, Türkiyəllər demişə, nərdə İranda belə bir düşüncə olsun? Hətta bizdə də mütəəssifanə bu fikir gəlibdir. Biz də düzdür ki, biz irticai deyilik. Yəni, bizim millətimiz keçəcəyə baxmır. Bizim millətimiz gələcəyə baxır. İstiqlal, azadlıq, demokrasi bunları düşünür. Amma yenə də görürsünüz ki, qorxusu var gələcəkdən. Niyə? Hazır deyil ki, deyə çıxım xiyabana dövlətimi qurum. Farsla savaşacağım, polislə savaşacağım, ərtəşlə savaşacağım, sipahla savaşacağım. Adam deyir ki, əgər bunlar ərəblər ya türklər şəhəri alsalar, Sipah Pastaran gələr bağlar hamını rəcbara. Elə bir Sipah Pastaranın indi şeyi vardı, nə deyirlər? Mərhəməti var, çox belə insani bir ruhu var, insanpərəstidir falan, belə bir şey yoxdur. Zorları təsis eləyin, indi tank aparırlar, ziddi təyyaranın ziddi tüfəkləri aparırlar, orada adamları vururlar. Tancla vururlar, topla vururlar, yəni vururlar. Sipah Pastaranın rəhmi yoxdur. Zorları çatsa qətliam elərlər ki, zorları da tutanda elirlər. Hər halda. Aydın belə bir adamdır. Bunun qabağında da nədir? İrticai ya gerici. İndi deyir ki, aydın ya da irəlici. Baxın, diqqət buyurun. Bir aydın var, bir də irəlici var. İrəlici gələcəyi görən, önə gedən, inqilab eləyən, dəyişdirən. İnqilab dostlar. İranda bizə inqilabı pis mənaya ediblər. İnqilab dəyişdirmək anlamına gələr. Dövrü dəyişdirərsən, fikri dəyişdirərsən, düşüncəni dəyişdirərsən, kitabı dəyişdirərsən, baxışı dəyişdirərsən, dini dəyişdirərsən, fəlsəfəni dəyişdirərsən, dövləti dəyişdirərsən, bu onlar inqilab. Hangisini görsən, indi məsələn mən first edin ki, pan-İranistim, indi olmuşam Azərbaycan, bir dənə inqilabdır bu. Bu bir dənə inqilabdır özü. İnqilab insanların içindən, düşüncələrindən başlar, hökumətə gedər.
İrəlici, yəni o adam ki, inqilabçıdır və gələcəyə tərəf hərəkət edir. Görürsünüz, biz burada bunun ikisini də işləyirik. Aydın ya da irəlici, burjuvazidən danışır. Burjuvazi, onlar ki, az çox sərmayələri var, onlar kəndisi ilə sümürgələşdirilən arasındakı əngəllərin önəmini yitirməsini arzulaya bilir. Deyir ki, bu aydın ya da irəlici adam hətta burjuvazi olsa belə, milli sərmayədar deyək, milli sərmayədar olsa belə, kəndisi ilə sümürgələşdirilən, yəni bir dənə Azərbaycanlı sərmayədarla o Azərbaycanlılar, türk sərmayədarla türklər, deyir ki, arasındakı, bunların ikisinin arasında olan əngəlləri, ki, İran dövlətidir və dövlətçilikdir və İrançılıqdır və farsçılıqdır da, bu əsli əngəl budur. Deyir, bunu neynərlər? Əngəlləri önəmini, bu əngəllərin əhəmiyyətini neynərlər? Yırtarlar, yırtarlar. Yırtırmasını, yəni bunu yırtmağı, burada da iki dənə mənim nəzərimə yırtmaqda şey qoyubdur, y ilə yazmayıbdır, i ilə yazıb, ona görə biraz zor oxunur. Arzula bilər deyir. Bu arzulaya bilər ki, bizim ziyalılarımız, öncüllərimiz şey olsun. Hətta ziyalı kimlər? Burjuvalar, pullular. Bunlar gəlsinlər, millətlə özlərinin arasında olan əngəlləri, maniləri götürsünlər. Tamam, bunu dedi. Bunu arzulur. Sınıf özəlliklərini məmnuniyyətlə tərk edə bilir. Deyir ki, təbəqə, sınıf təbəqə. Mədrəsədə kilas əvvəl, kilas doğum ki deyirlər farsça. Ona deyirlər birinci sınıf, ikinci sınıf, yəni təbəqə. Kilas sözü də təbəqə sözüdür, dostlar. İngiliscə sözdür kilas. Kilas farsça deyil, orada işlənir kilas əvvəl, kilas doğum. Kilas klasdən gəlir, klas da təbəqədir. Klas da təbəqədir və bu toplumda ha təbəqə vardı, dövlətdilər, kasıblar. Bu təbəqənin adı klasdır. Bunu qoyublar elə o klasın üstünə. Eyni bunu da Türkiyədə sınıf eləyərək qoyublar ki, mədrəsədə uşaqların dərslərinin üstünə. Bir cürə uşaqlar brainwash olurlar ki, biz klas təbəqədə yaşamalıyıq. Biz təbəqədən çıxanmarıq. İlla ki, bir zorunluqları, bir imtihanları geçirdik. Avropada bunu deyil. Kanadada da deyil. Mən indi yadımda deyil ki, burada klas demirlər. School, əvvələn school deyirlər, bunu deyim. Ondan sonra grade 1 deyirlər, dərəcə. Dərəcə klasdan çox yaxşıdır. Çünki klasın əslən tarixi anlamı təbəqədir. Təbəqat ictimai. Grade-in anlamı dərəcədir. Dərəcə də, məsələn, istinin dərəcəsi, soyuğun dərəcəsi, bunu ölçürükdə öz-özünə aşağı yuxarı ola bilir, mane yoxdur buna. Amma klas deyəndə siz bir dənə mane var. Onun üçün Avropada görürsünüz, Kanadada görürsünüz, imtihan yoxdur. Məsələn, 9-a can, 10-a can, 11-ə can, 12-ə can imtihan yoxdur. Uşaqlara nömrə verməzlər. Çünki uşağa ki nömrə verdin, yəni tənbih eləyirsən bu uşağı. Və bu tənbih eləmək uşağın ruhiyyəsini sındırır. Məsələn, mən mümkündür ki, farsıda zəif olam, amma türküdə güclü olam. Sən mənim nə cür imtihan verirsən, məni qəzavət edirsən ki, mən dalıyam. Və məni o dərsdə sən dalı olduğum üçün yoldaşların yanında deyirsən, bu tənbəldir. Onlar demirlər ki, bu fəqət farsıda tənbəldir. Deyirlər, yox, bu tənbəldir. Və mənim öz zehnimdə də bunu yaradırsam, mən özümə əskik görürəm, özümə əşığa görürəm. Diqqət buyurursunuz. Bunun üçün bunu Avropada bu sistemi götürüblər aradan. Kanadada da əgər səhv eləmirsəm, 6-ya can götürüblər. 6-dan o yüzden bilmirəm. Əlbəttə mənim uşaqlarım ki, dərs oxurdular. Onlar mən yadıma gəlmiş nömrə alırdılar ya yox. Çünki onlar Dəbiristan burada oxudular. Dəbiristan son ilin, 2 ilini oxudular. Ona görə heç bilmirəm ki, onlar nömrə alırdılar ya almırdılar. Yadıma gəlmir. Çox uzun zamandır. 2008-də qutarıblar Dəbiristanı. İndi 10 il ondan geçir. 12-13 il ondan geçir. Bəlkə də 14 il ondan geçir. Və hər halda istədim fəqət o kilas məsələsini deyəm ki, kilas həman təbəqədir. Kilas latincə sözdür, ingiliscə sözdür, təbəqə adınadır. Fars təbəqə ərəbcə sözdür, fars dilindədir. Kilas da yenə təbəqə anlamındadır, latindən gəlibdir, farscaya giribdir.
Türkçədə də buna deyirlər sınıf, ki, yenə həman təbəqə anlamındadır. Birinci sınıf, ikinci sınıf və yenə də orada da bu zehniyyət hələ var ki, təbəqədən təbəqəyə keçmək bu bir dənə brainwash sistemidir. Mütəəssifانه istər istəməz hamıya deyir ki, sən qəbul eləyəcəksən camiədə bir iddə yuxarı olar, bir iddə aşağı olar. Bunu qəbul elə, bu təbiidir. Çünki mədrəsəyə gedəndə biz görürük ki, bir iddə 1-i oxuyacaq, bir iddə də 12-ni oxuyacaq, bir iddə də danışqa oxuyacaq, bir iddə də doktora. Sən bunu qəbul eləyəcəksən bu sistemi və keçənməzsən bu sistemi öz başıvasan. Bu sistemi keçmək üçün gərək sən bir dənə sistem sənə bu icazəni verə, sənə bir qarnamə verə ki, sən bunu keçmək haqqın var. Biz onun icazəsini gözləyirik. Bu brainwash sistemidir. Yəni indi məsələn mən gələm evdə dərs oxuyam, uşaqlarım var, nəvələrim var. Əlbəttə bu Kanadada, Amerikada, Avropada raicdir. Yəni məmulidir. Uşaqları bəzi adam deyir, mən uşağımı mədrəsəyə qoymuram. Mən mədrəsə sistemi brainwash edir insanları. Mən istəmirəm brainwash olsun uşaqlarım. Özüm evdə oturacağam buna, dərs öyrədəcəyəm. Dərsdən mənzur nədir? Dövlət buna istir sabah işə alsın. Buna deyəcək sənin yazın nəmə nədir? Yazı başarırsan, bir dənə mənə essay yaz, məqalə yaz. Mənim uşağım məqalə yazsın, versin ona. Sən kompüter başarırsan, kompüter versin ona. Riyazi başarırsan, riyazi. Bunları mən özüm öyrədərəm. Lazım deyil, gedə dövlət bunu brainwash eləyə. Bu Kanadada çox yayğınlaşır. Getdikcə yayğınlaşır. Məsələn, mən İsrail üçün bir nəfərlə danışırdım. Deyirdi ki, bizim dostumuz 2 uşağı var, mədrəsəyə getməlidirlər, vaksin vurdurmalıdırlar. Deyir ki, məni öldürsəz də vaksin qoymaram, uşaqlarıma vurasınız və mədrəsəyə də qoymaram gedib uşaqlarım. Özüm evdə dərs verirəm və o birisi uşaqlarından qoymaram oynaya ki, məruzçuluq tuta. Mən uşağımı qoruyarım. Diqqət buyurursunuz. Mən bilmirəm, bu vaksini vursaz 50 ildən sonra mənim uşağımın başına nə gələcək? Onun üçün mən uşağımı qoymaram o birisi uşaqlarının oynaya. Özüm də dərs verirəm. Dövlətə rəbti yoxdur, nə dərsi verirəm. Dövlət bunu fəqət deyə bilər ki, mən istihdam eləyəcəyəm. İstihdam eləyəndə məsələn, mənim uşağım istər dövlət işinə gedə, orada yazıbdır ki, bu adamın gərək məsələn diplom ola. Diplomu olmaq üçün də bir dənə imtahan verəcək dövlətdə də ən çox. Gedib o imtahanı verər, diplomunu alır. Çox gözəldir. İnsanlar confidence-ləri olur özlərinə. Özlərinə özgüvənləri olur. Biz dostlar bunu burada istədim işarə edeyim ki, kilas sözü hardan gəlir və bizim necə brainwash oluruq. Diqqət buyurun dostlar. Tək-tək kəlmələr, hər bir söz bir dənə güllədir bizim zehnimizə. Girir ora və orada partdır. Fikir edin ki, elə bilin ki, bir dənə böyük hovuz var. Onun içinə bir damcı, məsələn, rəh salırsınız. Hər dəfə ki, bir damcı ona rəh salırsınız, məsələn, qırmızı rəng. O suyun rəngi qırmızılaşır. Az görünür, amma qırmızılaşır. Onu yayılmağın əvvəldə görürsünüz ki, nədir? Orada yayıldı, getdi suyun içinə. Bir zaman olar ki, kollən görərsə o qırmızı oldu. Amma çünki yavaş-yavaş olur, diqqət eləməzsiniz. Necə ki, onların ki, uşaqları var, onlar uşaqlarının yekəlmağını görməzlər. Bir ay geçsələr, bir ay deyərək uşaqların görməsələr, geçsələr, uşaq yekə görərlər. Amma bir ay, indi uşağın nənə yanındadır, hər gün o uşaq 1 millimetr yekəlir, yarım millimetr yekəlir, nənə əslən bunu düşünməz. Mənim uşağım dünəndən bugün fərq edir. Yox, onları düşünməz, görməz. Çünki adət edir, o onu yaşır, gündəliğin yaşır. Hər halda, dedi ki, bir dənə bir dənə insan ki, sosialistdir ya komünistdir, solçu. Deyir ki, bu arzu elər ki, milli burjuvası olsun və burjuva sərmayədar millətlə özünün arasında olan maneələri qaldırsın. Buna arzu elər. Ondan sonra deyir ki, sınıf özəlliklərini, hər təbəqənin özünün bir özəllikləri var. Özünə bir müşəxxəsatı var, viciciyi hafarsıza, ərəbcə müxtəssat. Hər təbəqənin bir şeyləri var. Sərmayədarların nədir? Sərmayədarların müxtəssatı nədir? Puldur. Kasıbların müxtəssatı, aşağı təbəqənin müxtəssatı nədir? Pulsuzluqdur. Döhdürlərin təbəqəsi nədir? Təxəssüsdür. Döhdürlük təxəssüsdür. Mühəndislərin təbəqəsinin təxəssüsü nədir? Maşini alatda ya ev bir şey düzəltməkdə təxəssüsləri var.
Diqqət buyurursunuz. Bunların hərəsinin bir özəllikləri var. Deyir ki, sınıf özəlliklərini məmnuniyyətlə, sevinərək, məmnuniyyət ərəbcə sözdür, sevinmək anlamındadır. Sevinərək tərk edə bilir. Deyir ki, bu sınıfları tərk edə bilərik indi. Yəni, burjuvazi bunu tərk eləsin, sərmayədar bu sınıfdan çıxsın. Mən millətdənəm, qoşulsun millətə, kommunist də çıxsın, xaricər də çıxsın, bu sınıflardan çıxaq eşiyə. Mütəəssifanə, qərbidə sınıf qalır, davam tapır. Məsələn, xaricərlər union düzəldirlər, ittihadiyyə. İttihadiyyə nə deməkdir? Deməkdir ki, mən indi məsələn heç uniona üzv olamıram Kanadada. Əvvəl gərək mən gedəm bir yerdə bir dəmirçilik eləyəm. Sonra gedəm bir yerə istihdam olanda gedəm uniona, deyəm mən istihdam oluram. Onlar da deyirlər sən falan yerdə işləyirsən, oradan bir kağız gətir, oradakılar bir kağız verərlər. Mən aparam verəm ora. Onlar məndən bir ayrıq imtahanza dalacaqlar, ya bir iş eləyəcəklər. Çünki neçə dəfə getmişəm, məni qəbul eləməyiblər unionlara. Çünki uniona qəbul olursan, məsələn, ayda $50 verirsən, onlara hüququndan kəsirlər. Amma səni işdən çıxadamırlar. Çünki sənin dalında onlar da durub. Səni işdən çıxadanda onlar da rahpeymalıq edirlər. Şeyin yaxçıdır, gəlirin yaxçıdır, bimən yaxçıdır, filanın yaxçıdır. Amma bu bir dana kilasdır özü. Bu kilasa girmək, məsələn, hər adam dəmirçi ola bilməz. Hər adam döktürü ola bilməz. Hər adam mühəndis ola bilməz. Bunlar özlərinə bir şərait qoyublar ki, məsələn, İranın Rəvan Pezeşki təşkilatı keçən günlərdə bir 400 nəfərin adını verirdi ki, bunlar rəvanşinas deyillər, işləyirlər. Döktür kimi çalışırlar, adamları gətirirlər mətəbbilərinə, ya bir yerlərdə bunlarla danışırlar, ya online bunlarla danışırlar, bunlardan pul alırlar filan. Bunların heç birisi rəvanşinas deyil, çünki mədrəkləri yoxdur. Çünki sistematik dərs oxumayıblar. Diqqət buyurursunuz. Bu şeydir. Sınıfın özəllikləridir ki, özün qorur. Yəni, sınıf da o birisi sınıflara açıq deyil. Çox çətindir ora girmək. Hətta aşağı sınıf. Hər adam pulsuz ola bilməz, yəni. Necə ki, dövlət dilənmir, pulsuzlaşanmır. Məsələn, Kanadada latari deyirlər, latari var. İndi bir aydır 70 milyonda qalıbdır. Dövlət onu bir cür edir ki, kesə çıxmasın. Bir aydır. Normalda burada 30 milyon adam var, hərəsi 3-4 dənə həftədə alır. Gərək o bir nəfərə çıxsın. Amma bir ayda qoymur heç kəsə çıxsın. O sınıfların biraz beləsi müşkilləri var, hər halda. Amma vicdanını rahatlamaq üçün, hətta maddi güvənlik üçün belə olsa, kimsə dilini, gələnəklərini, dinsəl bağlılığını dəyişdirməyə yönəlik ciddi bir istək duymaz. Deyir ki, indi adamlar sınıflarından keçə bilərlər. Adamlar mali imkanlarından keçə bilərlər. Amma nələrdən keçməzlər. Amma vicdanını rahatlatmaq üçün, vicdan dedik ki, yalan bir şeydir. Bunu biz dəfələrcə mən demişəm. Amma deyirlər vicdan. Siz fikirləyin ki, vicdan nədir? Tapmaqdan, tapmaq sözündəndir. Biz nədən tapırıq? Vəccədə sözündən gəlir də, ərəbcə sözdür. Vicdan ərəbcə sözdür. Hardan gəlir? Toplumda nə var, onu bizim zehnimizdə var. Bizim zehnimizdəkilərə deyirlər vicdan. O halda ki, brainwash'dır. Burada vicdan yoxdur. Burada olan brainwash'dır. Vicdan o zaman olar ki, bizi brainwash eləməmiş olalar. Onda da biz bir salim insan olarıq. Salim insan olduğumuzdan eləyə bilirik. Deyək ki, ağa, mən gördüklərimə görə bu iş düz deyil, ya qələtdir. Amma indi ki, hər şeyi mən mənafiyimə görə və hər kəs öz mənfəətinə görə dalısıcan gedir, burada vicdan yoxdur. Burada brainwash vardır və mənfəət. Diqqət buyurdunuz. Bu iki dənə var. Ona görə vicdan adında bir şey mən qəbul eləmirəm feililikdə. Və pure insanda yoxdur, xalis. Xalis bir toplumda yoxdur ki, orada insanlar brainwash olmasınlar ya mənfəətlərini dalısıcan getməsinlər. Bunun üçün də vicdan yenə də məncə biraz çətindir bu haqda danışmaq və qəbul eləmirəm bunu. Amma bir insan istəyir ki, xiyalın, mən vicdanı belə deyək, xiyal. Xiyal desək daha rahatam. Bir insan istəyir xiyalı rahat eləsin. Bunu rahat eləmək üçün hətta maddi güvənlik, hətta maddi, parasəl, maddi güvənlik dostlar, tək para deyil. Maddi deyəndə ev eşik də maddidir, maşın da maddidir, nə bilim, paltar da maddidir, almaq gücü maddidir.
Məsələn, pulun var, amma bir şey yoxdur alasan. Məsələn, nə mənə? Məsələn, qəlbin mərizliyibdir, pulun da var. Amma sənə qəlb alanmırsan. Düzdür, gördüm video, gördüm ki, bir nəfər deyir, mən qəlbimi satıram. Mütəəssifanə, kasıblıq Kanadada bədən üzünü satmaq qaçaqdır. Mən əvvəldə sevinirdim, deyirdim ki, mən xanımıma kolye almışam, bir yol, pulunu da vermişəm. Hər kəs burada Kanadada məndən soruşurdu ki, məsələn, siz bu xanımın kolyəsi nə cürdür? Deyirdim ki, almışıq. Nə cür almışsınız? Diri adamdan almışıq. Görürdüm ki, bunlara əcib baxırlar, amma bir etiraz eləmirlər. Sonra gördüm ki, bunu gəlir ki, olan bu camiədə nə qədər kilas fərqi var ki, biri də insanların pulu var, o birisi insanın o qədər pulu yoxdur ki, o canını satır, bu da alır. Və bu qeyri-insanidir. Və qoymaz elmi geçsin qabağa. Çünki elmidə bir dənə dəstgah düzətsələr, kuryənin işini görsün, adamlar satmazlar. Amma dəstgahı düzətmək bais olar ki, o adam satmasın kuryəsin. O adam satmasın kuryəsin, o gərək iqtisadi o qədər yaxşı olar ki, satmaya. Onun üçün də görürsə, İran nümayəndəsi məclisdə deyir ki, insanlar kolyələri satmaq çox təbiidir, keçsinlər ayrı yerdə satsınlar, pul qazansınlar. Çünki adamlara çox təbiidir ki, kilas olmalıdır. Amma vicdanını rahatlamaq üçün hətta maddi güvənlik dedik ki, etimad benəfs və ya deyək ki, security. Security nə bilmirəm ki, orada nə deyək buna? Güvənlik, elə güvənlikdir, yəni özümə etimad edirəm, sağlığımız adıma dayana bilirəm. Güvənlik üçün belə olsa, kimsə dilini, deyir ki, hətta güvənlik üçün olsa ki, onlar məni qəbul eləsinlər deyək, belə kimsə dilini, gələnəklərini, gələnək yəni tarixdən bizə gələn ənənələr, rəsmlər, rüsumlar, adablar, qanunlar, ürfülər. Ürfdür də, əslində bu ürf. Ürfü dinsəl, dinə bağlı olan baxışları, inancları, bağlılıq, yəni həmin dinə bağlı baxış, din üstündə yaşamaq. Bunları dəyişdirməyə yönəlik, bunları dəyişdirməyə tərəf ciddi bir istək duymaz. Bəs bu cür dedi ki, insanlar eləyə bilərlər ki, puldan keçələr, maldan keçələr, təbəqələrindən keçələr, imtiyazlarından keçələr, üstünlüklərindən. Amma neçə şeylərdən keçənməzlər. Nələrdən? Biri oldu ki, dedi, dillərindən keçənməzlər, gəllənəklərindən, ürflərindən, adətlərindən keçənməzlər, dinsəl bağlılıqlarından keçənməzlər. 3 dənə də məhz keçənməz. Amma biz İranda bunlardan da geçmişik ha, dostlar. Biz o qədər brainwash olmuşuq ki, dilimizdən geçmişik. O qədər brainwash olmuşuq ki, əvvəl İslamdan çıxmışıq, olmuşuq Fars şiəsi. Sonra da şiədə Türk şiəlığından da geçmişik, olmuşuq kamil Fars şiəsi. Tamam. İkinci nokta daha kolay değildir. Birinci nokta oydu ki, maldan, sərvətdən geçirsən. İkinci nokta nə idi? Bu idi ki, bunlardan geçənmirsən. Yəni, dildən və ürfdən geçənmirsən bunlardan. Deyir ki, ikinci nokta daha kolay değildir. Bu kolay değil, rahat, kolay rahat. Rahat değildir. Sümürgə mücadiləsinin gerçəkdən bir parçası olmaq üçün tüm iyi niyyətli bir bilə yetərli olmaz. Deyir ki, sümürgə mücadiləsinin, biz indi sümürgə yox, farslara. Biz farslarla bir mücadilə edirik. İstiqlal üçün sümürgədən qurtuluş savaşı. Deyir, sümürgə mücadiləsinin gerçəkdən bir parçası olmaq üçün biz istirik əgər vaqən bir dənə fars, bir dənə pan-İranist, bir dənə pan-fars istəyə vaqən Azərbaycan və milli hərəkətin bir parçası olsun, parçası olmaq üçün tüm iyi niyyəti ilə, tamam iyi niyyəti ilə, tamam sözü ərəbcədir, onun türkçəsi türkləşmişi tümdür. Tüm iyi niyyəti ilə belə yetərli olmaz, yetərli kafi deyil, yetərli olmaz, ərəbcəsi kafidir, yetərli deyil.
mücadiləyə qoşulmaq üçün tamamən bu kafi deyil. Yenə də sümürgələşdirilən tərəfindən bənimsəmə olasılığının gerçək olması gərəkməkdədir. Deyir ki, niyə deyil? Deyir, yenə də sümürgələşdirilən, yəni türklər tərəfindən o adamın, türklər tərəfindən bənimsəmək, türklər onu gərək qucaqlayarlar, alarlar, deyərlər, bu bizdəndir, qeydin bizə. Bənimsəmək olasılığını olasılıq, ehtimal sözü ki, ərəbcədir, onun türkçəsidir. Ehtimalat dərsi ki vardır riyaziyyatda, özü əsən bir riştər ehtimalat. O ehtimalat bir termidir, dediyim kimi, amarda çox işlənir. Bu ehtimalatın türkçəsi olasılıqdır. Olasılığını gerçək olması, ehtimalının vaqiən düzə çıxmasını gərəkdirməkdədir. Gərək bunu dəyişdirə. Gərəkməkdədir. Gərəkmək yəni vacibdir. Onu dəyişdirmək lazımdır. Yəni deyir ki, gərək əvvəl o millət də bunu qəbul eləyə. Bu ehtimal ola ki, onlar məni qəbul elədilər. Qəbul eləyəndən sonradır ki, siz eləyə bilərsiniz, olasınız. Oysa yəni o halda ki, gələcəkdəki ulusun içində bir yeri ola biləcəyinə kuşkuyla baxmaqdadır. Deyir, o halda ki, olası oysa, deyir, o adam, yəni ki, gəlib buradan yetişibdir, istəyir yavaş-yavaş millətçi olur. Deyir, o gələcəkdəki ulusun, yəni o millətin içində bir yeri olacağını nə mənə? Kuşkuyla baxır. Kuşkuyla baxır, şəklə baxır ki, əsən gələr, məsələn, indi biz Azərbaycan dövlətin, milli dövləti qurduq. Mənim düşüncəmə yer veriləcək burada yaşaya. Məsələn, Xümeyni deyirdilər ki, qabaqcan inqilab eləməmişdən mollalar, mütəhərrif olan. Deyirdilər ki, behişti falan. Deyirdilər ki, biz gəlsək, mollalar gəlsə, iş üstə şaha aparsaq, komünistlərin də o qədər haqqı var ki, bir müsəlmanın haqqı var. Amma gəldik, gördük qanun əsası da inancılara ehtiram qoymadılar. Bəzi inancılar qanuni, bəzisi qeyri-qanuni oldu. Bəzi millətlər qanuni, bəzi millətlər qeyri-qanuni oldu. Bəzi dillər qanuni, bəzi dillər qeyri-qanuni oldu. Bunu deyir. Deyir ki, bu adam bilir, komünistdir məsələn, bilir ki, dinçi bir hökumət gələndən sonra buna yol verməyəcəklər. Bununla belə o millətə aşiq olur. Solcu sosialist solcu sümürgəci üçün son kəşif ən şok edici kəşifdə bu olacaqdır. Deyir ki, solcu ki dedik da, bu solcu da adam bu vəziyyətə düşən, deyir ki, bu adam solcu sümürgəci, amma istemarçıdır. Farsdır, ya Azərbaycanlı bir komünistdir, sosialistdir, İrançılığı qorur. Bu oldu nə mənə? Sümürgəci deyir. Bu solcu sümürgəci üçün son kəşifdir bu. Son tapmaqdır. Kəşf eləmək, tapmaq. Kəşf ərəbcə sözdür, türkçəsi tapmaqdır. Bulmaq. Kəşf etmək. Son kəşifdir bu. Ən son şeydir ki, tapdı. O da nə idi? Dedi ki, bilir ki, bunu tapdı, bunu düşündü, bunu bildi ki, gələcəkdə İslami hökumət olsa, mən ki kommunistəm ya sosialistəm, mənə yer yoxdur. Edam eləyəcəklər. Ya qoymayacaqlar rəsmi olan. Qaçaq olacaq. Məsələn, biz bilirik ki, dilimiz Fars qanunu əsasında və dövlətçiliyində və millətçiliyində qadağandır, qaçaqdır. O qədər qaçaqdır ki, bizim dilimiz məvaddı müxəddirdən qaçaqdır. Məvaddı müxəddiri İranda çox rəvacı var ta bizim dilimiz. İran dövləti onu çox qəbul edir ta bizim dilimizi. Bizim dilimiz o qədər qeyri-qanunidir ki, Əraq qeyri-qanunidir, Tirgək qeyri-qanunidir. O qədər. Yəni bu oradan deyir ki, son kəşfi bu olur ki, mən hökumətdə olmayacağam. Bunun üçün ən şok edici, biri məsələn yuxuda olana bir şapalaq vurasan yuxudan dura bir gicəllənər. O gicəllənməyə deyək şok.
Deyir, ən şok edici bərqlə adamlara verirlər, adam titrir. Öz iradəsində deyil, şok budur da. Öz iradəsində deyil, titrir. Bu odur şok. Deyir ki, ən şok edici kəşif də nədir? Bu olacaqdır. Bu olacaqdır ki, hökumətim orada olmayacaq. Ən son kəşif budur. Aslında ta ən başdan öngörülə bilir olsa da çoğunluqla Kurtuluş arifəsində farq edilir bu durum. Deyir ki, əslində kökündə, yəni əslində baxsaq, ta ən başda, ya belə əvvəldən ki, biz istiyoruz milli hərəkətə qoşulaq, ya inqilaba qoşulaq, şəriət mədarı rəhmətlik və bir də aydınlar bilirdirlər, azdan çox aydınlar, çox aydın deyildirlər. Bilirlər ki, vilayət fəqət, yəni diktatorluq. Diqqət buyurun. Və yəni millətlərə yer yox. Oradan deyir ki, ən başdan görünə bilərdi. O zamandan yap belə başdan görə bilərdiniz. Görə bilsə də belə çoğunluqla əksəriyyət, çoğunluqla Kurtuluş ərəfəsində əksəriyyətdə, yəni çox moridlərdə Kurtuluş ərəfəsində, yəni Kurtuluş zamanlarında ki, savaş gedir, indi Azərbaycan və Türklər İranda bir Kurtuluş ərəfəsindədirlər. Yəni çalışırlar ki, farq edə bilər bu durumu. Elə deyir, o zamandan biz fərq edə bilirik ki, istiqlal tapsaq nə olar? İrana qoşulsaq nə olar? Amma mütəəssifانه biz bunu, mütəəssifانه bu bizə şamil deyildi. Biz İran inqilabı 57-də olanda o nəsl bilmirdi ki, bax bu farsların dilinin rəsmi olmağının mənası nədir? Şiəliğin rəsmi olmasının adı nədir? Diktatorluğun vilayət fəqih adına qanun əsasıya girmağının mənası nədir? Bunları düşünmürdülər, gələcəyi görənmirdilər. Buradan düşünürəm, İran milləti tamamən geticağa, irticai bir millətdir. Vaqəən mən buna inanıram. İran millətləri, Türklərdə irticai bir millət olublar. Əlbəttə, hələ feylən kamil olmayıb Türklər. Amma farslar kamilən irticai bir millətdirlər. Bu noktaya anlayabilmək üçün, bu noktayı anlayabilmək üçün sümürcə yaşamının doğası olmazsa olmaz bir özəlliyini akılda tutmaq gerekir. Deyir ki, bu noktaya ki, bura gəldik ki, bu adam bilir ki, da mən sonralar Kurtuluş savaşı qurtalandan sonra, istiqlaldan sonra bir şey əldə eləməyəcəm. Məni qəbul eləməyəcəklər. Məsələn, dinçilər. Deyir ki, bu noktayı anlayabilməkdən üçün, bunu anlamaq, düşünmək üçün misal vuracağıq. Sümürcə yaşamını, müstəmirənin yaşamını doğasında, təbiətində olduğu yerdə olmazsa olmasın. Onun nəyi var? Deyir ki, olmazsa olmaz. Yəni, bu yaşamı belə yaşarlar. Bu olmazsa olmaz. Yəni, biz deyir, Türk, o zaman Türk'ü dili Türk'ü ola. Türk o zaman ki, Farsı danışır, Türk deyil. Yəni, Türk dili olmazsa olmaz, gərək ola. Bu gərək olasın. Olmazsa olmaz, yəni ki, gərək olsun. Məsələn, deyək ki, adamın ağlı olmazsa olmaz. Yəni, onda adam deyil ki, adamın ağlı yoxdur, beyni yoxdur. Olmaz, adam deyil. Adamın başı olmazsa olmaz. Başı olmazsa, qəlbi olmazsa olmaz. Qəlbi olmazsa ölər də. Bu cür. Olmazsa olmaz bir özəllik. Özəllik dedik, farsça viceci deyirlər. Akılda tutmaq gərəkir. Bir dana deyir, özəlliyin ağlımızda, akılda tutmaq lazımdır. Bir də özəlliyin tutaq ki, bu sümürcənin olmazsa olmazından birini ağlımızda tutaq. Fikrimizdə tutaq. Tamam. Sümürcə durumu, sümürcənin, türklərin vəziyyəti necədir? Halklar arası ilişkiyə dayalıdır. Deyir ki, sümürcə vəziyyəti durumu, türklərin durumu İranda, halklar arasında, o birisi millətlər arasında ilişkiyə dayalıdır. Bir ilişki ilə, bir əlaqə ilə, bir rabitələrə bağlıdır. Dayalıdır, yəni bağlıdır. Solcu sümürcəci əzən halkın bir parçasıdır. Deyir ki, solcu sümürcəci də əzən, o milləti ki, əzir solcu sümürcəci, halkın bir parçasıdır. O özü də xalqın bir parçasıdır.
və istəsə də, istəməsə də onun qədərini təbii ki, şansını paylaştığı gibi paylaşmaq zorundadır. Deyir ki, istəsə də, istəməsə də sümürcə əhalisinin, onun, yəni sümürcə əhalisinin qədərini, qədərdir də farsda, qədərini tipki, üzr istəyirəm, təpki oxudum mən bunu, tipki, yəni elə tepki farsda da işlənir, ərəbcə sözdür. Tipki şansını, özünün şansına tay, qalıb şansındakı sümürcədə olar, ya bir ayrı. Qalıb ki, biz şansımız, qədərimiz bizi hara çəkər? Biz İranda doğulaq ya Kanadada doğulaq. Buna deyirlər şans və qədər. Bir çoxumuz İranda doğulmuşuq, bir çoxu insanlar Kanadada doğulublar. Bizdən deyirlər, onlar Kanadada doğulublar. Şansları budur. Dədənənənin əlindəymiş, dədənənə də o cür orada olubdur, onların əlində deyil. Şansı paylaştığı gibi paylaşmaq zorundadır. Deyir, paylaşmaq zorundadır bunu. Qədəri paylaşmaq zorundadır. Mən bir dəfə ola, istəyəsiz istəməyəsiz, mən pan-İranist olsam, pan-fars da olsam, Azərbaycanın içində yaşıram, Azərbaycanın yaşayan yaşamı yaşıram. Bu mənim qədərimdir. İndi dövlət istihdam eləyib olmuşam ustandar, fərmandar, bəxşdar, biraz fərqli yaşıram, amma bunların yaşamını yaşıram. Əlbəttə, indi bilirik ki, bunlar pərvazidirlər, daha uçurlar, gedirlər, yaşamırlar. Tamam. Kendi gibi olanlar, yani sümürgeciler bir gün sümürgeden sürülürse sümürce insanı her halda onun için bir istisna yapmaz. Deyir, əgər bir gün kendi gibi özüne tay olanlar, yəni məsələn deyək ki, xarmətlərin hamısı İrandakı dövlətin xarməndi, farsçıların xarməndidirlər. Yəni sümürgəcilər, dedim də xarmətçilər, dövlətin xarmətləri bir gün sümürgədən sürülürlərsə, təbid olurlarsa, atılırlarsa, qovulurlarsa, sümürcə insanı hər halda onun için bir istisna yapmaz. Deyir ki, sümürcə insanı türklər hər halda deməzlər ki, bu adam türkçü olubdur. Deyir, bunu deməzlər. Ona bir istisna yapmaz. Onu seçmez, koymaz. Onun fərqi qoymaz arasında. Sümürcə halkı arasında hoş görülen bir yabancı olarak yaşamaya devam ederse, diyor ki, mümkündür bu adam iyi niyetli olduğu için sümürcə halkının içinde, sümürcə halkı arasında hoş görünen bir yabancı olarak, dedik da iyi niyetli bir adamdır da, hamı bunu tabii ki, bu fars kimi deyil, fars kimi rəftar eləmədi bizlə. Bir belə tanınırsa olarak yaşamaya devam eder. Orada qala bilər. O birilər süründülər, qaçdılar, qovuldular. Amma bu qaldı. Əski sümürgələrlə birlikdə bir zamanlar zorbalıq etdikləri bir halkın duyduğu kinə hoşgörü göstərəcəkdir. Deyir ki, orada qalsa nə olacaqdır? Deyir ki, onlar bir kinləri var da, farslardan bir kinlər var irəklərində ki, 100 il bizi siz müstəmir eləmişsiniz, çalıb çapmışsınız, edam eləmişsiniz, qətliam eləmişsiniz, dilimizi qadağan eləmişsiniz, biri darı saxlamışsınız, dünya çıxıb gedib qabağa, biz dalıya saxlamışsınız. Bu bir kindir türklərdə farslara nisbət. Deyir ki, əgər hamısı da getsə, o biri qalsa ki, xoş görüşlüdür, o deyir qalsa da, bir kin var o istemarçılara, xarmətlərə, dövlətə işləyənlərə bir kin var. Tamam. Deyir ki, əski sümürgəcilər birlikdə bir zamanlar zorbalıq etmişdi. Deyir, o sümürgəcilər ki, indi qaçıqlar gediblər, onlar Azərbaycanda zorbalıq edirdilər. Zorbalıq yəni quldurluq. Quldur bəlkə farscadır, bəlkə də türkcədir. Ehtimalən türkcədir quldur. Amma fikirəm ki, türkcədir quldur. Zorba yəni quldurluq.
zor eləyirdilər. Deyir ki, bunlar hamısı onlar birlikdə bir zorluq eləyirlər. İndi idarələrdə polis dedim də nümunə üçün bir dənə xanımı vurur Azərbaycanda. Sabahları bunlar polisi qovanda deməyəcəklər ki, Həsən çox vururdu, o birisi vurmurdu. Bunu deməyəcəklər. Amma burada bir ittifaq düşəcəkdir. Onu istəyir desin. Deyir ki, o zorba edənlər hamısına onların bir çini var. O karimətlərə, o polislərə, o paslarlara, o bəsicilərə bir çin var. Deyir ki, bu çini sorğu hoşgörü göstərəcəkdir. Deyir, bu adam deyəcəkdir ki, tamam, mən qəbul edirəm. Onlar sizə zülm eləmişdi, siz onları çin bağlırsınız, onları vuracaqsınız, tutacaqsınız, əzəcəksiniz, mühakimə eləyəcəksiniz. Mən bunu qəbul edirəm. Onu xoşgörü ilə baxacaqdır. Yəni, əslində istəyir deyək ki, buna məcbur qalacaqdır. Ötə yandan, ayrı tərəfdən, metropoldəki iqtidar sümürcədə varlığını korursa, əgər metropolitən sümürcənin mərkəzi, Tehrançılıq, hətta beləsi deyək. Deyir ki, metropolun iqtidarıdır. İqtidar dövlət. O dövlət ki, orada iş üstədir. Hakimiyyətlə iqtidarın fərqi var. Hakimiyyət, məsələn, deyək ki, bir məmləkətdə kommunistlikdir, bir də sərmayədarlıq. Bu hakimiyyətdir. İslam İranda hakimiyyətdir əla. Amma filan hizbi gəlir, bu iqtidardır. Bu gəlir, o birisi gəlir iqtidara. İqtidar qudrət sözündəndir, dostlar. Yəni, qudrəti əlində olan adam. Ya parti. Metropoldakı iqtidar sümürcədə varlığını korursa, deyir, əgər o istəyə, indi Azərbaycan qurtulubdur, qaçıblar bunlar, amma o istəyir orada varlığını korusun. Korursa, o da iyi niyyətini göstərməsinə karşın kəndi payına düşən nifrəti becərməyi davam edəcəkdir. Deyir ki, bu adam ki, qalıb burada, millət buna xoş görüblər, qalıb daha. Deyir, bu adam nə cürdür? Bir ayrı şeyə məcbur olacaq. Məcbur olacaq, öz dövləti ilə də savaşsın. Ona nifrət görsətsin. Biri dəsi qaçdı, amma bu qaldı. Bu qaldığı üçün öz dövlətinə neyməlidir? Metropoldəki iqtidar sümürcədə varlığını istir saxlasın. Ona da iyi niyyəti olan adam ona neyləməlidir? Karşın, onun qabağında kəndi payına düşən nifrəti becərməyi, biçməyə, yəni ölçülməyə məsələn. Davam edəcəkdir ki, bu da gərək o nifrəti biçə, yəni canını ala. Burada deyir ki, özünün canını ala. O nifrəti bundan da ola bilər, eləsinlər. Tamam. Mən bunu, tamam. Edəcəkdir. Doğruyu söyləmək gərəkirsə, əgər deyir ki, doğruyu söyləmək istərsəz, doğru, yəni həqiqəti, ərəbcədə həqiqət, söyləmək gərəkirsə, əgər doğrunu demək istərsiniz, bir sümürgəciliyin tarzı, bir ya da birkaç cömert, ağılcı kişiyə bağlı deyildir. Deyir ki, vaqiyyət budur ki, bir sümürgəciliyin, istemarçılığın, yəni sümürgəc fikrinin, istemar fikrinin tarzı, yolu, yöntəmi bir ya da birkaç cümert, bir neçə cümert, yəni bəxşəndə farsça deyirlər. Cud sözündən də, ərəbcə cud sözündəndir. Cud, yəni o adam ki, bağışlayıcıdır. Cibindən para verə bilir. Deyir, cömert, bir ya bir neçə cömert adamın ağılcı, yəni ağıllı kişiyə bağlı deyildir. Bu istemarçılıq bir düşüncəsi bir neçə dənə ağıllı adama ya bir neçə bağışlayıcı adama bağlı deyil. Sümürcə ilişkiləri bireysel niyyət ya da eylemlərdən qaynaqlanmaz. Deyir ki, sümürcə olan əlaqələr, sümürcə ilişkiləri, əlaqələri, rabitələri bireysel niyyətlə, bireysel iyi niyyətlə, fərdi niyyətləri yaxın olan insanlarla ya da eylemlərdən, əməliyyatlardan qaynaqlanmaz, onlardan qalxmaz. Deyir ki, ya iyi niyyət ola, ya falan, deyir, bundan deyil.
sümürcənin rabitələri iyi niyyətə ya da ki, əməliyyat nizamiyyəzada bağlı deyil. Sümürcə ilişkiləri bireysel iyi niyyət ya da iyi eylemlerden ya da eylemlerden kaynaklanmaz. Onun sümürcəyə gəlişindən ya da doğumundan öncə də vardı. Deyir ki, onun ora gəlməmişdən qabaq da bu niyyət var idi, kin var idi, farslara nisbət. Ondan sonra orada doğsa da belə deyir ki, ondan qabaq, doğumundan da qabaq var idi. Bəs onun sümürcəyə gəlişindən ya da doğmasından öncə də vardı və onun bunları kabul etməsi ya da rədd etməsi fazla önəm taşımaz. Deyir ki, o gələ deyir ki, mən qəbul eləmirəm, siz bunu eləməyəcəksiniz. Deyir, bu qəbul eləyə, ya rədd eləyə, bu önəm, əhəmiyyəti yoxdur. Önəm daşımaz, yəni əhəmiyyəti yoxdur. Cümlələr o qədər gözəldir ki, adam bunları oxuduqca Türkiyəyə aşiq olur. Tam tərsinə dedik, əksinə, tam tərsinə tüm kurumlar gibi, tamam təşkilatlar kimi, kurum, təşkilatlar, sazımanlar, Farsda çox sazıman deyək buna. Deyir ki, tüm sazımanlara tay, onun və sümürcə insanının yerini və son təhlildə gerçək ilişkilərini belirləyən bu ilişkilərdir. Deyir ki, onun tərsinə bəlkə tüm kurumlar gibi, tamam bir təşkilatlar ki, sazmanlar ki vardılar, idari sazmanlar, onun və sümürcə insanının yerini və onun təhlildə gerçək ilişkilərini, vaqei ilişkilərini yap əvvəldən, period dedik ki, yap əvvəldən, öncədən belirləyən, müşəxəs eləyən, belirləyən, aşkar eləyən bu ilişkilərdir. İlişkilərdir ki, bu ilişkilər var, bu bəllilər ki, insanlar bir-birinə nə cür rəftar eləsinlər. O adamlara bağlı deyil, niyyətlərinə ya orada doğalar, ora gələrlər, ona bağlı deyil. Mümkündür biri Azərbaycanda doğa, Fars denəndən. Amma onun doğmağına onu türk eləməz. O istemarçıdır. Niyyətlidir, gəlib burada yaşır, amma o nəhayətdə məsələn Farsdır, İranlıdır. Ya İrancıdır. Deyir ki, sümürcə insanı ilə aram hər zaman iyidir. Deyir ki, sümürcə insanı ilə adam biri özü deyir. Mənim aram sümürcə insanı ilə, müstəmrə olanlarla yaxçıdır, hər zaman yaxçıdır. Filan deyə, belə bir söz, filan, bu cür sözlər yəni, filan deyə kəndini nə qədər rahatlatarsa, rahatlatsın. Bir birey olaraq heç də solçu olmasa da bir ulusal baskı grubuna mənsub olaraq olmaqla kolektif bir sorumluluk paylaştığından kuşkulanır. Deyir ki, bu adam gələ deyir ki, ağa, mənim rabitəm türklərlə yaxçıdır. Məsələn, idarədə işlir, Bahtda işlir, Bəsisdə işlir, Sipahda işlir, Bimaristanda işlir, mədrəsədə müəllimdir, nazimdir, nə bilim, filan idarədə çayçıdır, süpürgəçidir, polisdir, sərbazdır. Bunlar fərq eləməz, ustandardır, fərmandır, hər nə olur olsun. Deyir ki, mənim rabitəm nümayəndədir. Deyir ki, mənim rabitəm türklərdən yaxçıdır. Bu cür sözlər filan kəndini nə qədər, özünü nə qədər rahat eləmək istəsin, rahatlarsa rahatlatsın. Bir birey, bir adam olaraq heç də suçlu olmasa da, heç suçu olmasa da, birey, bir adam olaraq suçu olmasa da, heç suçu yoxdur. Heç günah, suç, günah bir iş görməyibdir. Bir ulusal baskı, bir milli Farsların baskısına bağlıdır amma. Çünki bu Farsdır, ya İrancıdır, İrana bağlı. Bir ulusal baskı grubuna mənsub olduğu üçün, bağlandığı üçün olmaqla kolektif yəni cəmi, İran deyəndə, İrancı deyəndə hər kəs onun içində olur. Bir kolektif bir sorumluluq, bir
məsuliyyət daşır o İrançıl deyəndə, İrançılıq, panfars deyəndə paylaşdığından kuşkulanır, ona şək gelinər. Şək gelinir ki, bu İran, hər halda bunun üstündə şey var, bu İrançıdır, bu pan-İranistdir, bu pan-farsdır. Deyir, o onun üstündədir və bu kuşku yaradar. Yəni, bu adam nəhayətdə solcu da olur, olsun, hər nə olur, olsun. Bu İrançıdır. Bir qrup olaraq əzilən sümürcə insanının bənimsəmək zorunda kalacağı ulusal və etnik kurtuluş biçimi onu kəsinliklə dəyişdirəcəkdir. Deyir ki, amma bir qrup olaraq əzilən sümürcə insanının bənimsəmək. Deyir ki, bu Türklər ki, əziliblər, bunları mənimsiyələr bir qrup deyək. Məsələn, bir dənə hizbi vardı. Deyir ki, məsələn, farslılar bir dənə hizbi yaradıblar. Türklərin haqqından difa eləmək. Məsələn, belə bir qrup. Ya türk məhbusların azadlığına çalışan bir qrup düzəlibdir. Məsələn, deyir ki, belə bir şey olsa, o qrup, bir qrup olaraq əzilən sümürcə insanının bənimsəmək, onu mənimsiyə zorunda qalacağı, deyir, onu mənimsə məcbur olar. Zorunda qalacağı, yəni məcbur olsa, ulusal və, yəni milli, ulusal və etnik kurtuluş biçimi, kurtuluş dedik ki, azadlıqda sümürcədən biçimi onu kəndisi kəsinliklə dışlayacaqdır. Deyir, kəsinliklə onu atar eşiyə. O kurtuluşda olan etnik bir ulusal, milli vəziyyət ya o etnik bir vəziyyət onu atar eşiyə. Deyər ki, mən türkəm ya biz istiqlalçı yox, onları dışarı atar. Tamam. Bu savaşın kendisi bu savaşın kendi savaşı olmadığını bir kez daha düşünmekten kendini nasıl alıkoyacaktır ya alıkoyabilir. Deyir ki, bu məsələni necə düşünməsi var? Bunun sual budur. Bu savaşın kendi savaşı, mənim öz savaşım var. Bir də bu milli savaş vardı da Azərbaycanda. Olmadığı, mənim savaşım deyil. Bu kendi savaşı olmadığını bir kez daha yenə də biləcəkdir ki, düşünməkdən kendini nasıl koruyor? Deyim, nə cür özünü saxlasın ki, düşünməsin ki, bax, mən bu bir şey istəyirəm, onlar bir ayrı bir şey istəyirlər. Məsələn, baxın, biz istiqlal istəyirik, ana dili istəyirik, iqtisadımızı əlimizdə saxlamaq, çoxlu şeylər istəyirik. Fars nə istəyir? Fars ən çoxu deyir ki, hökumət değişsin, bir Farsın əlinə geçsin və demokrasi olsun, hüquq bəşər olsun. Onun istədiyi odur. İndi onunla biz bəzi yerlərdə üst-üstə düşə bilirik. Hökumət değişsin, demokrasi olsun, azadlıq olsun. Bunlarda bir-birimizi... Amma nəhayətdə o İrancıdır, mən Türkçiyəm. Burada qurtuldu, ayrıldı səhvlər. Mən Türkəm, o Farsdır. O Kürtdür, o Ərəbdir, o qutuldu. Burada dışlanır, o bizim içimizdən atılır eşiyə. Kendisine bir yer olmayacağını bildiği bir toplumsal düzen için neden savaşmalı? Deyir ki, indiki bu adam bildi, mən burada sonunda atılacağım. Deyir, kendisine bir yer olmadığını bildiği halda. O yerde ki, bilir, mən bu toplumda sonra yerim olmayacaq, mən atacaqlar. Bildiği bir toplumsal grup, ictimai düzen için neden savaşsın? Neden bu girsin belə bir savaşa desin? Bilir ki, gələcəyi da yoxdur, amma deyir, girsin bir savaşa desin ki, mən bunun üçün hazırəm savaşam və canımı verəm. Tamam dostlar, bu fəsli qutardıq, keçirik o birisi fəslə. Bu qalsın, yarın bunu oxuyarıq ömür olsa. Sağ olun, sağ qalın, sizin hamınızı Allah'a tapşırdım. Yenə də cümləmin sonunu beləsi gətirim. Dostlar, İnqilaba qoşulun, inqilab eləyin. Radyo, televizyonu ələ geçirin, monitoring sistemi ələ geçirin və millət, bura Təbriz Güney Azərbaycan, bura Ərdəbil Güney Azərbaycan, bura Sərab Güney Azərbaycan, bura Urmiyə Güney Azərbaycan, bura Qəzvin, bura Həmədan, hər yer deyirsiniz, deyin ki, millət, milli hökumətinizi qorumaq üçün çıxın xiyabana və müsəlləh olun. Bəsicilər, pastarlar, mollalar, idarələr, xarmətləri, pastarlar, polislər, evinizdən çıxsız eşiyə, qanınız öz boyunuzadır. Sağ qalın.